Qızlar, sizi çox gözəl bir məhsulla tanış edəcəm. Bu saç baxım məhsuludur. Baxın, belə bir şey almışam Trendyoldan. Artıq deyim də, bunu mən 4-cü dəfədir deyəsən istifadə edirəm, amma ilk dəfədən nəticəsinə vuruldum. Bildiyiniz aşıq oldum. Duşdan sonra nəmli saçlara istifadə etməlisiniz. Normalda dibdən uca qədər istifadə olunur, amma mən ilk dəfə eləyəndə saçımda çox yağlılıq effekti buraxdı deyə, ona görə artıq elə etmirəm. Bir balaca əlimin içine alıram, bunu əlimin içində biraz belə isidirəm. Daha sonra ancaq uclarını istifadə edirəm. Birinci, saçınızdan çox gözəl qoxu gələcək. Qiyməti də çox münasibdir. Saçınızdan çox gözəl bir qoxu gələcək və saçınız ipək kimi olacaq. Bax, bu gördükləriniz ki var, o belə qırıq-qırıq olanlar, qurumuş saçlar, onların heç biri olmur. Aradan qalxır. Çox gözəl bir nəticə verir. Linki paylaşıram, mütləq şəkildə alın. Havalar düzəlir deyə mənim yolum haradır sizcə? Əlbəttə ki, Navilux. Gəlmişəm yeni eynəklər alım, yeni aşiklər alım. Çünki ölkədə ən orijinal aşiklər yalnız və yalnız Navilux'da olur. İndi girib yeni aşiklər seçəcəm. Keçən dəfə serin ürəyimdə qalmışdı. Onu götürüm, görüm başqa nə götürüm. Navilux'un aşiklərini sevirəm. Çünki tam orijinaldılar və çox sövgülü aksesuarlar var. Çox sövgülü aşiklər var. Hər yerdə olmayan. İkisinin də rəngləri oxşuyur, düzdür. İkisi də şeydə tigrdir, leopard. Havana stilində gedir. Bu məsəl üçün biraz daha Türkay silidir. Hə, bu biraz açıq. Onun əsamələrində sarı rənglər var. O da Havana tərcih edir, fərqli rənglər. İndi gəl seçək. Bu Fenzidir. Belə bir şeydir. Bu da Prada. Bu da böyle bir şey. Demək qızlar, bir də belə bir şey var. Belə bir Fendi var. Bir də bu Selin var. Keçən dəfə çox seçmişdiniz. Maraqlıdır ki, indi hansını seçəcəksiniz. Yenə ilk öncə Fendi'dən başlayıram. Belə bir şeydir. Bu isə Selin. Bu yüzden Selin. Demek kızlar, cinslerle biraz böyle yay alfalar olsun diye 2 tane açık yaptım. Onlardan birini seçtik. Biri Emporio Armani. Bu Armani. Bu ise Dolce Gabbana. Düzünü de bir Dolce Gabbana. Qızlar, sizi çox gözəl bir məhsulla tanış edəcəm. Bu saç baxım məhsuludur. Baxın, belə bir şey almışam Trendyoldan. Artıq deyim də, bunu mən 4-cü dəfədir deyəsən istifadə edirəm, amma ilk dəfədən nəticəsinə vuruldum. Bildiyiniz aşıq oldum. Duşdan sonra nəmli saçlara istifadə etməlisiniz. Normalda dibdən uca qədər istifadə olunur, amma mən ilk dəfə eləyəndə saçımda çox yağlılıq effekti buraxdı deyə, ona görə artıq elə etmirəm. Bir balaca əlimin içine alıram, bunu əlimin içində biraz belə isidirəm. Daha sonra ancaq uclarını istifadə edirəm. Birinci, saçınızdan çox gözəl qoxu gələcək. Qiyməti də çox münasibdir. Saçınızdan çox gözəl bir qoxu gələcək və saçınız ipək kimi olacaq. Bax, bu gördükləriniz ki var, o belə qırıq-qırıq olanlar, qurumuş saçlar, onların heç biri olmur. Aradan qalxır. Çox gözəl bir nəticə verir. Linki paylaşıram, mütləq şəkildə alın. Havalar düzəlir deyə mənim yolum haradır sizcə? Əlbəttə ki, Navilux. Gəlmişəm yeni eynəklər alım, yeni aşiklər alım. Çünki ölkədə ən orijinal aşiklər yalnız və yalnız Navilux'da olur. İndi girib yeni aşiklər seçəcəm. Keçən dəfə serin ürəyimdə qalmışdı. Onu götürüm, görüm başqa nə götürüm. Navilux'un aşiklərini sevirəm. Çünki tam orijinaldılar və çox sövgülü aksesuarlar var. Çox sövgülü aşiklər var. Hər yerdə olmayan. İkisinin də rəngləri oxşuyur, düzdür. İkisi də şeydə tigrdir, leopard. Havana stilində gedir. Bu məsəl üçün biraz daha Türkay silidir. Hə, bu biraz onun açıq. əsamələrində sarı rənglər var. O da Havana tərcih edir, fərqli rənglər. İndi gəl seçək.
Bu Fenzi'dir. Belə bir şeydir. Bu da Prada. Bu da belə bir şeydir. Demək qızlar, bir də belə bir şey var. Belə bir Fenzi var. Bir də bu Selin var. İki cənədə çox seçmişdiniz. Maraqlıdır ki, indi hansını seçəcəksiniz. Yenə ilk öncə Fenzi'dən başlayıram. Belə bir şeydir. Bu isə Selin. Bu isə Selin. Demək qızlar, cinslərlə biraz belə yay havalı olsun deyə 2 dənə açıq baxdım. Onlardan birini seçirik. Biri Emporio Armani. Bu Armani. Bu isə Dolce Gabbana. Düzdür mü de Dolce Gabbana? Qızlar, sizi çox gözəl bir məhsulla tanış edəcəm. Bu saç baxım məhsuludur. Baxın, belə bir şey almışam Trendyoldan. Artıq deyim də, bunu mən 4-cü dəfədir deyəsən istifadə edirəm. Amma ilk dəfədən nəticəsinə vuruldum. Bildiyiniz aşiq oldum. Duşdan sonra nəmli saçlara istifadə etməlisiniz. Normalda dibdən uca qədər istifadə olunur. Amma mən ilk dəfə eləyəndə saçımda çox yağlılıq effekti buraxdı deyə. Ona görə artıq elə etmirəm. Bir balaca əlimin içine alıram. Bunu əlimin içində biraz belə isidirəm. Daha sonra ancaq uclarını istifadə edirəm. Birinci, saçınızdan çox gözəl qoxu gələcək. Qiyməti də çox münasibdir. Saçınızdan çox gözəl bir qoxu gələcək. Və saçınız ipək kimi olacaq. Bax, bu gördükləriniz ki var, o belə qırıq-qırıq olanlar, qurumuş saçlar, onların heç biri olmur. Aradan qalxır. Çox gözəl bir nəticə verir. Linki paylaşıram, mütləq şəkildə alın. Havalar düzəlir deyə mənim yolum haradır sizcə? Əlbəttə ki, Navilux. Gəlmişəm yeni eynəklər alıb, yeni aşiklər alıb. Çünki ölkədə ən orijinal aşiklər yalnız və yalnız Navilux'da olur. İndi girib yeni aşiklər seçəcəm. Keçən dəfə Selin ürəyimdə qalmışdı. Onu götürüm, görüm başqa nə götürüm. Navilux'un aşiklərini sevirəm. Çünki tam orijinaldılar və çox zövqlü aksesuarlar var. Çox zövqlü aşiklər var. Hər yerdə olmayan. İkisinin də rəngləri oxşuyur, düzdür. İkisi də şeydə tigrdir. Havana stilində gedir. Bu məsəl üçün biraz daha Türk karışımıdır. Hə, bu biraz onun məşəmərində sarı rənglər var. O da Havana tərkidir, fərqli rənglər. İndi gəl seçək. Bu Fenzi'dir. Belə bir şeydir. Bu da Prada. Bu da belə bir şeydir. Demək qızlar, bir də belə bir şey var. Belə bir Fenzi var. Bir də bu Selin var. İki cənədə çox seçmişdiniz. Maraqlıdır ki, indi hansını seçəcəksiniz. Yenə ilk öncə Fenzi'dən başlayıram. Belə bir şeydir. Bu isə Selin. Bu isə Selin. Demək qızlar, cinslərlə biraz belə yay havalı olsun deyə 2 dənə açıq baxdım. Onlardan birini seçirik. Biri Emporio Armani. Bu Armani. Bu isə Dolce Gabbana. Düzdür mü de Dolce Gabbana?